Hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Sizləri xoş gördük. Bugün sizinlə könül müəllimə yeni toplu 2025-dən ayrı hidrostatika, ayrı hidrodinamika başlığının təzyiq Pascal qanun testləri olacaqdır. Birinci sualımızdan başlayırıq. Təzyiqin vahidi hansıdır? Ümumiyyətlə bilməliyik ki, təzyiq P hərfi ilə yazılır və təzyiqin düsturu P bərabər F bölünsün S-dir. Bir təzyiqin vahidi olacaqdır 1 paskaldır və 1 paskalın açılışı F qüvvədir, yəni Newtondur. Qüvvə vahidi Newtondur və S isə sahədir. Sahənin də vahidi metrin kvadratıdır. Deməli, bir təzyiqin vahidi 1 paskal olacaqdır. Birinci sual D variantına gedir. 2-də isə deyir Newton bölü metr kvadrat hansı fizik əmələ uyğundur? Newton bölü metr kvadrat da dedik paskaldır. Paskal da bir təzyiq olaraq 2 D variantına gedəcəkdir. Üçüncü sualda təzyiqin sabit qiymətində təzyiq qüvvəsinin səthin sayısının asılığı hansı olacaqdır? Baxın, demək istəyir ki, düstur tapanda düsturunuzun içində təzyiq hərfi mütləq olmalıdır. Yəni P konstantdır. Sonra deyir ki, sən təzyiq qüvvənin, yəni F-in sahədə necə olacaqdır? İndi biz bunlara uyğun düstur bilirik ki, P bərabərdir. F bölünsün S-dən ibarətdir. Təzyiq qüvvəsi deyirsə, yəni bax, buradakı bizim F təzyiqi soruşur. F təzyiqimizi tapanda F təzyiq də bərabər təzyiq vurulsun sahədir. Buradan da görürəm ki, təzyiq qüvvəsi sahə ilə düz mütənasib asılıdır. Yəni bu ikinci sualımız D variantına gedir. Baxın, bu qırmızı qrafik var ya, burada çəkmişəm. Bu həmin o qrafik P-nin, yəni təzyiqin burada sabit olduğunu bizə verir. Yadınızda saxlayın. Həmişə hansı fiziki əməklər qrafikdə göstərilirsə, yəni dəyişirsə də artır və yaxud azala bilər də. Amma bu vəziyyətdə düsturun içində iştirak etməyən hərflərin bu sabit olduğunu verəcək. Yəni 3D variantına gedir. Dördüncü sualda təzyiq qüvvəsinin sabit qiymətini. İndi bax, buradan bizə qüvvənin sabit olduğunu verir. Yəni F ayağına təzyiq atıram ki, qarışdırmayasınız bunu təzyiqlə. Təzyiq qüvvəmiz bizim burada konstantdır, sabitdir. İndi deyir təzyiqin sahə ilə. Düsturumuz da belədir də, təzyiq bərabərdir qüvvənin sahəyə olan nisbəti. Bax, bu fiziki əməl sabitdir. Amma buradan görürəm ki, təzyiq sahə ilə tərs mütənasib asılıdır. Tərs asılığımızın da qrafiki burada olacaqdır 4-də C variantı. Həmin indi bax, bu qırmızı qrafikimiz burada F-in, yəni qüvvənin, yəni təzyiq qüvvəsinin burada sabit olduğunu bizə verəcəkdir. 5-ci sualımızda səthin sahəsini 3 dəfə artıranda səthə perpendikulyar istiqamətdə təsir edən sabit qüvvənin göstərdiyi təzyiq necə dəyişmiş olacaqdır? Deməli, bizə sahəni deyir ki, 3 dəfə artır. Gəl bunu qısa şəkildə belə yazaq. Sahəmizi 3 dəfə artırıramsa, oxu yuxarı qoyuruq, yəni artır da. İndi isə təzyiqə baxıram və bir də deyir ki, qüvvən də sənin sabitdir. Yəni F-in konstantdır. Yenə qeyd edirəm, düstur tapanda həmişə o sabit, dəyişmə sözlərə fikir verməlisiniz ki, həmin hərflər sizin düsturunuzda olmalıdır, sabit hərflər. Və bir də təzyiqi necə dəyişdiyini soruşur, yəni P-nin necə dəyişdiyini soruşursa, bu üçünə uyğun düsturumuz bizim P bərabər F bölünsün S-dən ibarətdir. Gördüyün kimi qüvvən sabitdir burada və təzyiq ilə sahəmiz tərs mütənasib asılıdır. Bu deməkdir ki, sahən sənin 3 dəfə artanda təzyiqin isə 3 dəfə azalmış olacaqdır. 3 dəfə azalar və bu sualımız 5-də B variantına gedir. 6-cı sualda verilmiş səthdə perpendikulyar təsir edən qüvvə 2 dəfə azalanda təzyiq necə dəyişir? İndi baxıram. Bax, bu verilmiş səthdə göstərilən hissə var ya, yəni o orada bizə deyir ki, deməli sənin sahən konstantdır. Yəni yenə qeyd edirəm, bəzən ola bilər ki, düstur seçməkdə çətin çəkəsiz. Yəni bu hissələr sizə aparıb və ipuclarını verəcək ki, düsturun içində hansı hərf olmalıdır. Yəni S-imizin, sahəmizin sabit olduğunu. Verilmiş sözlər də sabit deməkdir. Eyni sözlər də, dəyişməz sözlər hamısı bunlar sabit fiziki əməkləri bizə verir. Qüvvəmizi isə deyir 2 dəfə azaldanda onda təzyiqi necə dəyişəcəkdir? Təzyiqimizin də düsturu dedik ki, F bölünsün S-dən ibarətdir. Qüvvəmiz burada nə qədər azalırsa, təzyiq də o qədər dəfə azalacaq, çünki düz asılıdır. Qüvvəmiz 2 dəfə azalırsa, demək ki, təzyiqimiz də 2 dəfə azalacaqdır və 6-cı sual Y variantına gedir. 7-yə baxaq. 7-ci sualda eyni kubların hansı düzülüşündə müstəvi səthə ən çox təzyiq düşəcəkdir? Təzyiqin düsturu necə dedik? P bərabər F bölünsün S-dir və baxırıq.
Burada bizə eyni kub deyir. Eyni kub bilirsiniz nədir? Bax, bunların hamısı 4-də eynidir. Yəni ağırlıqları hamısı eynidir. 4 ümumi 4 dənə kub var. Burada indi bu gördüyüm variantlara görə deyirəm, A, B, C, D-yə görə. Hamısı 4 dənədir. Bizə deməli burdan qüvvə hissəsi sabitdir. Ona görə qüvvə hissəsinə baxmırıq da, dəyişmir. Yalnız nəyinsə müqayisə edəndə dəyişən hissələrə fikir verəcək. Təzyiqimizlə sahəmizə fikir veririk. Necə dedi? Dedi ən çox təzyiq düşür. Onda təzyiqin böyüyünü, yəni çoxunu istəyirsə, demək ki, sahəmizlə tərs asılı olduğu üçün sahənin kiçiyinə baxacaq və burada fikir ver, bunun sahəsinin 2 hissəsi yerə toxunubdur. Burada isə 3 hissəsi yerə toxunubdur. Burada 4 hissədir. 1, 2, 3, 4-dür. Bizə lazımdır ən kiçik olan sahəmizi tapaq ki, orada təzyiqimiz daha böyük olsun. İndi bu biri şəklə baxıraq. Yəni burada kublara da bir fikir ver. Kublar da görsən yenə sadəcə 4-dür. Bunun da kubun sadəcə 4-dür. Yəni qüvvə tərəfdən yanaşmırıq da, sahə hissədən yanaşırıq. D variantında bir sahəsi yerdədir, Y-də isə 2 sahə. Ona görə məlum ki, sahəsi kiçik olanını götürəcək ki, təzyiqi orada ona daha çox təsir etmiş olsun, daha böyük olsun. Sonra 8-də eyni kubların, yəni yenə deyirəm, eyni kub deyir ki, yəni hamısının sayı 4-dür də, yəni dəyişmir. Yəni ağırlıqları hamısının 4-dür. Belə bunları qeyd edək. Qüvvə yan tərəfdən, yəni yanaşmayacaq. Sonra səthə ən az təzyiq düşəcəkdir. 8-i yazmaq istəyirsə 7-nin izahına baxa bilərsiniz. Təzyiqimiz bərabərdir. Qüvvə də bölünəcəkdir sahəyə. Yenə dediyim kimi qüvvəmiz eynidir. Bu hissədən yanaşmayacaq. Təzyiqin ən az düşəni deyirsə sahəmiz daha böyük olmuş olacaqdır. Sahənin də daha böyük olanı buradan nə görürük? Bunun da 4 sahəsi 4 kubu yerə dəyibdir də. Bax bu hissəsi. Ona görə də buranı A variantını götürəcək, amma ən böyük desəydi D-ni götürəcək. Çünki onun bir hissəsi yerə dəyər, torpağa dəyər. Yəni 8-ci sualda A variantına gedəcəkdir. 9-a baxaq. Deyir ki, bunu sən neynə? Paskalla göstər. Yaxşı, belə yazıram. Buradan 0,5-i yazıram yerinə və görürəm ki, məxrəcimizə santimetrin kvadratıdır. Biz bilməliyik ki, bizim 1 santimetrimiz 10 üstü mənfi 2-dir. İndi bunu alıb kvadrata. Bunu mən aldımsa kvadrata, deməli buranı da kvadrat alacağım. Ona görə bu hissələrimizi də bir-birinə vuranda bu da eləyəcəkdir 10 üstü mənfi 4 və gətirəcəm indi bu santimetr kvadratının yerinə 10 üstü mənfi 4-ü yazacağım. Sonra nə edə bilərik? Burdan artıq sonrası riyazi hesabatdır da. 10 üstü mənfi 4 sürətə qaldıranda artıq bu onun müsbəti şəklində gələcəkdir. Bu da belə. İndi isə 0,5-i də 10 üstü müsbət 4-ə vuranda bu da eləyəcəkdir 5 vurulsun 10 üstü müsbət 3. 10 üstü müsbət 3 də bizə kilonu verəcəkdir. Yəni 5 kilo paskaldan ibarət. Çünki 1 kilo 10 üstü müsbət 3-dən ibarətdir və 9 C variantına gedir. 10-cu sualda F bölü S, bayaqdan bunun haqqında danışırıq ki, bu təzyiq olacaqdır. 11-ci sualda PS nədir? Bu da dedi ki, nədir? P bərabər F bölüsün S-dir. Oradan da bunları bir-birinə belə çarpaz vuranda bu da bizə qüvvəni verəcəkdir. Yəni təzyiq qüvvəsi 11 gedir D variantını. 12-ci sualda gəlin baxaq, görə hansı vahid, hansı fiziki əməd buradan çıxmış olacaqdır. Deməli, dedik ki, 1 paskalın açılışı Newton bölünsün metrin kvadratından ibarətdir. Bir də burada bizim metr kvadratımız var. Bunu da yazırıq bura. Və metr kvadratlar x olunub, qalır sadəcə Newton. Newton da bir qüvvə olaraq 12 A variantına gedir. 13-ə baxaq. 13-cü sualımızda sahə 100 sm kvadrat olan səthə düşən təzyiq 700 paskaldır. Təzyiq qüvvəsini tapın. Verilənlərimizi gəlin kənardan çevirək və əsas vahidlərlə yazaq. Deməli 100 sm-in kvadratı verirsə, dedi ki 1 sm-in kvadratı 10 üstü mənfi 4-dür. Bunu bayaqlarım çevirmişdim. Və buradan da 10 üstü müsbət 2-ni 10 üstü mənfi 4-ə vuranda bu sahə olacaqdır 10 üstü mənfi 2 metrin kvadratı şəklində. İstəsən gəl yuxarıdakını silək ki, belə yorucu görünməsin görüntü. Sonra təzyiq. Təzyiqi isə bizə verdi 700 paskaldan ibarətdir və qüvvəni də soruşur. Bu da hazır düsturdur. F də bərabərdir P S-dən ibarətdir və verilənlərimizi qoyaq yerinə yazaq. Təzyiq 700-dür, sahə də 10 üstü mənfi 2-dir. Bu 10 üstü müsbət 2 ilə 10 üstü mənfi 2 bir-birinə vuranda 1 qalır. Sadəcə qalır 7 Newtonumuz buradan və cavabımız buradan olur 13-də B variantı. 14-cü sualımız da buradan yenə eyni tipli suallardır. Demək, deyir ki, bizə buradan qüvvən F bərabərdir
60 newtondur. Təzyiq qüvvəsi, yəni Paskal, təzyiqimiz, yəni 200 paskaldır. Səthin sahəsi S də soruşulur bizdən. Yenə düsturumuzu buradan bayaqlarım yazmışdıq. Buradan bu tərəf isə sahəni də tapanda sahə bərabərdir qüvvə bölünəcəkdir təzyiqə. İndi qoyaq verilənlərimizi yazaq. Qüvvə verilibdir 60-dır. Təzyiqimiz isə 200-dür. 0-dan 0 getdi. 6-nı 2-yə böldüm, belədir 3. Məxrəcdə də 10 var da, bu da elədir 0, onda 3 metrin kvadratı və sual cavabı 14-də A variantıdır. 15-ci sualda qazın təzyiqi hansı cihazla ölçülür? Qazın təzyiqi metal manometrlə ölçüləcəkdir. 15B variantıdır. 16-da səthə perpendikulyar istiqamətdə təsir eləyən qüvvənin modulunun bu səthin sahəsinin nisbətinə bərabər olan fiziki əmək nədir? Bax, qüvvənin modulu deyirsə, yəni bu qüvvədir. Bir də səthin sahəsi, bu da S-dir. Yəni demək istəyir ki, F-i nisbət nədir? Bölür. Yəni F-i deyir S-ə böləndə hansı fiziki əməyi verəcək? Sənə təzyiqi verəcək də. Yəni təzyiq bərabər F böl S-dir. Və 16C variantına gedir. 17-yə baxaq. Gəlin bu sualı bu tərəfə çevirək və sualda deyilir ki, təzyiqin səthinə təsir edən qüvvədən asılı qrafiki verilmişdir. Səthin sahəsini tapın. Səthin sahəsi S bərabər dedik qüvvə bölünsün təzyiqdən ibarətdir. Və biz əgərlərin qüvvənin 10 newtonu götürürsə, demək ki, təzyiqimizin də 50 paskalın götürəcək və veriləni qoyaq yerinə. Qüvvəmiz 10 newton, təzyiq də 50-dir. Bunları da bir-birinə böləndə bu da elədir 0, ondakı metrin kvadratı və 17 Y variantına gedir. 18-ə baxıram. 18-ci sualda təzyiqin səthinin sahəsindən asılı qrafiki verilmişdir. Səthə perpendikulyar təsir edən qüvvənin qiymətini tapın. Qüvvəni F-i soruşdur bizdən. Qüvvəmiz də bərabərdir. Təzyiq sahəyə vurulacaqdır. İndi baxıram. Əgərlərin, bax, bu bizim təzyiq xəttimizdir də. Əgər mən təzyiqin 40 paskalını götürərəm, sonra bu 40-40 xətləri izləyirəm, o zaman mən sahəmizin 0-10-dəksini götürəcəm. Sahə də gördüyümüz kimi üfüqi xəttlə yerləşir. İndi qoyaq verilənləri yerinə yazsaq. Təzyiqimiz 40, sahəmiz də 0,2-dir. Bunları da bir-birinə vuranda cavab olur 8 newton və 18D variantına gedir. 19-a baxaq. Eyni kütləli kubların müstəvi səthə göstərdiyi təzyiq qüvvələri nədir? İndi sən görürsən ki, bunların həcmləri fərqlidir. Amma kütlələri bizə eyni verir. Yəni deyir ki, hamısında eyni kütlədir. Deməli, biz buna qüvvə tərəfdən yanaşmayacaq. Hansı hissədən yanaşacaq? Təzyiqimiz bərabərdir F bölüsün S deyil. F-in yerinə MC yazaram. Yəni eynidir axı kütlələr. Ona əsasən M eynidir. Yəni bizim kütlələrimiz eynidir deyə buradan baxmayacağım. Ancaq təzyiqlə sahəni müqayisə edəcəm. İndi müqayisə edirəmsə, əgər təzyiqin böyük olmağını istəyirəmsə, sahəm kiçik olacaqdır. Və baxıram, gördüyümüz kimi burada ən kiçik sahə 3-dür, sonra 2-dir, sonra 1-dir. Yəni bu yazdığımın tam əksini təzyiq üçün yazacağam. Yəni biz sahəni belə çıxaraq da S1 böyükdür, S2 böyük deyil, S3 təzyiqlə axı sahə tərs mütənasibdir. Onda bu bunun əksi antonim olacaq. Deməli P3 böyükdür, P2, o da böyükdür, P1 oldu. 3, 2, 1. Bu cavabı gözüm almadı. Aha, 19 Y variantına gedir. 20-ci sualda baxaq, indi bu vahid görək nə bizə verəcəkdir. Dedi ki, 1 paskalın açılışı newton bölünsün metrin kvadratından ibarətdir. Və bir də öndə metrin kubu var. Buradan da metr kvadratı ilə metrin kubundan ikisi ixtisar olunur. Qalır sadəcə burada newton vurulsun metr. Newton da vurulanda metrə, bu da bizə jolu verir. 1 jol da enerjidir, işdir, enerjidir. Olur 20C variantı və yaxud da uzaq başı burada qüvvə momentində yerləşdirə bilərik. Çünki qüvvə momenti də newton vurulsun metrdən ibarətdir. 21-ci sualda yenə baxaq, hansı vahidi biz alacağıq buradan. Deməli, bərabərdir. Dedik 1 paskalın açılışı newton bölünsün metrin kvadratıdır. Bir də vurulsun metrdir. Metrlər ixtisar olunur, qalır newton bölünsün metr. Bu da nə verir bizə? Yayın sərtliyi verəcəkdir. Yəni 21A variantı bax. Newton nədir? Qüvvədir də. Belə çevirək, fiziki əməliyyata çevirək qüvvə. M nədir? Uzunluq. Buna X, L belə də yaza bilərik. Onda bu da gəlib verəcəkdir K sərtlik olaraq 21A variantına gedir. Sonra 22-yə baxaq buradan. Bunu gəlin belə çevirək. Aha, deməli, yenə görək hansı vahidi verəcək. Dedi ki, 1 vatın açılışı jol bölünsün saniyədən ibarətdir. Sonra burada yerdə qalan vahidlərimizi yerləşdirək. Burada 1 saniyə var, bir də məxrəcimizdə metrin kubu var və saniyələr ixtisar olunur. Qalır buradan jol bölünsün metrin kubu.
Bir jolun da açılışı əsas vahiddən açmayaq, hələ sadəcə Newton vurulsun metrdən açaq. Newton vurulsun metr yazdım, məxrəcin də metrin kubudur. Newtonla metrin kubu ixtisar olunanda burada heç nə qalmır, amma məxrəcdə metrin kvadratı artıq qalır və bu da bizə yenə verəcəkdir paskalı. 1 paskal da təzyiq olacaqdır. 22 C variantına gedir. 23-cü sualımızda isə yenə baxaq, görə hansı vahidi alacağıq buradan. Sual yenə qaçdı bizdən. Deməli, burada belə yazaq, hə. Bir baxaq ki, vatımızın açılışı necə idi? 1 vatın açılışı jol bölünsün saniyə yazıram buna. Sürətdə 1 saniyədir, məxrəcimizə də 1 metrdir. Yenə saniyələr buradan ixtisar olunur, qalır buradan jol bölünsün metr. 1 jolun açılışını yazıram Newton vurulsun metr, məxrəcimiz də metrdir. Metrlər ixtisar olunur, qalır Newton. 1 Newton da bizə qüvvəni verəcəkdir. Bu da təzyiq qüvvəsini verəcəkdir. Olur 23 Y variantı. Bax, bilirəm, burada əksəriyyətiniz qarışdırırsınız təzyiqlə qüvvəni. Bax, sonda qüvvə gəlirsə, bu nə demək? Elə qüvvə deməkdir. Yəni, ev təzyiq qüvvəsi. Biri var təzyiq. Təzyiqdirsə sadəcə təzyiq deyir. Yəni, qüvvə adını işlətmir də. Təzyiq P-dir, amma təzyiqin qüvvəsi F yazılacaq. Ayağına dizsən teatr ki, çaşmayasan. Sonra 24-də baxaq. 24-cü sualda da yenə hansı vahidə uyğun gələcəkdir? Gəlin yenə yazaq. Buradan 1 paskalın açılışı dedi ki, Newton bölünsün metrin kvadratıdır. Digər vahidləri də köçürdək bura. Bu da elədir saniyənin kvadratı, məxrəcimizə də metrin kvadratıdır. İndi görürəm ki, hələ burada nəsə nəticə çıxmır. Metrin kvadratını metrin kvadratına vuranda belədir, metrin üstü 4. Sonra gəl bu tərəfimizi də təmizləyək. Aha, deməli 1 Newton açılışını da yazaq. Kiloqram vurulsun metr bölünsün saniyə kvadrat. Görək nə çıxacaq buradan. Newton yerinə yazıram kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Bir də burada saniyəmizin kvadratı var idi. Bunu da bura köçürdək və indi sadələşdirək buradan. Deməli, saniyə kvadratı ilə saniyə kvadratı ixtisar olundu. Elə bunları yerindəcə silək buradan. Daha sonra 1 metrdən də metrin üstü 4 getdi. Qalır nə? Kiloqram bölünsün kub metr. Bu isə bizə sıxlığın vahidini vermiş olacaqdır. Sıxlıq və bu olacaq B variantı. Bax, kiloqram nədir? M-dir. Bəs metr kub nədir? V-dir. Yəni, M də bölünsün V-yə. Bu da bizə rho-nun bir sıxlığı verəcəkdir. Sonra 25-ə baxıram. Baxaq, buradan bunu silək, bu hissələrimizi. Deməli, yenə yazırıq ki, bir kökün altında 1 paskalın açılışı dedik Newton bölünsün metrin kvadratıdır. Buradan isə metrlə kiloqramı köçürdək bu hissəyə. Deməli, buradan da metrlə də metrin kvadratı ixtisar olunur. Son vəziyyətimiz bu şəkildə qalır. Newton bölünsün metr vurulsun kiloqram və bu ifadə kökün altında. Görəndə ki, bir nəticə çıxmır, onda Newtonu əsas vahidlərlə götürək. Bir Newtonun da yerinə yaza bilərik ki, kiloqram vurulsun metr bölünsün saniyəmizin kvadratını yazıram buradan. Belə və buradan da sadələşdirək bunu. Kiloqram ilə kiloqram ixtisar olunur, metr ilə metr ixtisar olunur. Sonda qalan bizim axır ifadəmiz 1 bölünsün saniyəmizin kvadratı şəklində olur. Və 1 bölünsün saniyə kvadrat da, o da kökün altından çıxa bilir də, qalır 1 bölünsün saniyə. 1 bölünsün saniyə də, bu da bizə 1 hersi verəcək, yəni tezliyi verəcək. Başqa sözlə buna saniyə üstü mənfi 1 ya da 1 hers yaza bilərəm ki, bu da olacaqdır tezlik. Yəni, new və yaxud da n ilə yaza bilərəm. Olur bu sualımızın cavabı 25-də D variantı. 26-ya baxaq. 26-da baxaq, görək yenə nəyə uyğun gələcəkdir. Dedi ki, 1 paskalın açılışı Newton bölünsün metrin kvadratıdır. Yazıram bunun yerinə Newton bölünsün metrin kvadratı. Digər vahidlərimizi köçürdək bura. Burada metrin üstündə 4, məxrəcimizdə isə kiloqramımızın kvadratıdır. Buradan metrin üstü 4 ilə metrin kvadratı ixtisar olunur. Məxrəcdə metrə aid heç nə qalmır, sürətdə isə metrin kvadratı şəklində qalacaqdır. Belə oldu. İndi nə görürəm burada? Newton vurulsun metrin kvadratıdır. Məxrəcim də kiloqramın kvadratı. Heç bu vahid sizə ümumiyyətlə tanış gəlir. Nəyə verəcək bizə? Qravitasiya sabitini verəcək. Niyə görə? Bax, qravitasiya sabitimiz bir şeydir də. Bir şeyinin necə tapırdıq vahidini? Ümumdünya cazibə qanunu yadımıza salıram. F bərabərdir J. M1 vurulsun M2, məxrəcimiz isə R-in kvadratıdır. Və buradan biz J-ni tapanda, yəni qravitasiya sabitini tapanda J bərabər olur. Deməli, F R kvadratına çarpaz vurulur. Olur F R-in kvadratı. Məxrəcimizdə isə M1-dən M2 düşəcəkdir məxrəcə. Burada nə yazırım? M1 vurulsun M2. Deməli, necə yazırıq? Qüvvənin vahidi Newtondur.
Newton, metrdir, yəni məsafədir. Metri metrə vuranda eləyir metrin kvadratı və burada m-lərdir. Bunlar da kütlələrdir. Kütlənin də vahidi kiloqramdır da. Kiloqramı da kiloqrama vuranda bu da elədir. Bax bu şəkildə. Bu ifadəmiz bizim qravitasiya sabitini verəcəkdir. 27-yə baxaq. Bunu bu tərəfə çevirək. 27-ci sualımızı deməli yazıram burdan. Deməli 1 Newton kvadratını istəyirsən belə gəl yaz. Newton vurusu Newton şəklinə yaz ki, hələ görək nə sadələşdirə biləcək. 1 joulun da yerinə Newton vurusu metr yazıram. Bir də burada bizim bir metrimiz var. Bu metri də bura yazıram. Belə, indi buradan da Newtonla Newton ixtisar olundu. Qalır nə? Burada sürətdə bir Newtonumuz qalıbdır. Məxrəcimizdə isə metr vurusu metr qalıbdır. Bunda olur metrin kvadratı və bu ifadə də bizə Paskalı verəcək. Paskalda bir təzyiq olaraq 27 Y variantına gedir. Sonra 28-ə baxaq. 28-ci sualımızda da deməli yenə yazıram. Paskalın açılışına Newton vurulsun metrin kvadratı yazaq. Newton bölünsün metrin kvadratı. Qalan vahidləri olduğu şəkildə köçürt bura. Bura kiloqramı yazdıq. Məxrəcimiz də Newton vurulsun metr və Newton ilə Newton ixtisar olunur. Sonra sürətdə kiloqram qalıb. Məxrəcdə metr kvadrat vur metrdir. Bu da elədir metrin kubu. Yenə də görürük ki, bu bizə sıxlığı verəcək. Çünki kiloqram m-dir, yəni kütlədir. Metrin kubu da həcmdir. M də bölünsün V, bu da bizə R-nu, yəni sıxlığı verir və 28 Y variantına gedir. 29-a baxaq. 29-cu sualımızda da Newtonu yenə elə saxlayıram yerində. Newton volümetr ümumiyyətlə yerində saxlayıram. Dursun bu yerində bu cür şəkildə. Paskalın da yerinə Newton bölünsün metrin kvadratı yazırım. Gördüyün kimi bu metrin kvadratı məxrəcdən aşağı düşdüyünə görə o dırmaşacaq yuxarıya, qalxır yuxarıya, yəni sürətə. Buradan Newtonlar ixtisar olunur. Qalar nə? Metr vurulsun metrin kvadratıdır. Bu üzr istəyirəm, səhv yazdım. Metr də vurulsun metrin kvadratı. Bu da verəcək bizə metrin kubu. Metrin kubu da həcmdir. Və 29 B variantına gedir. 30-cu sualımızda çiyinlərindəki çantanın çəkisi 100 Newton olan turistin kütləsi 80 kiloqramdır. Turistin yerə göstərdiyi təzyiqi hesabla və bir də turistin 2 ayaqqabısının birlikdə sahəsini veribdir bizə. Yaxşı. Bizdən soruşur ki, sən təzyiqini tap, P nəyə bərabər olacaqdır? Gəlin ümumiyyətlə bu şəklimizi daha da yaxşı, yaxından tanış olaq. Görək bundan turist görək nə işlə məşğuldur burada. Deməli, bu bizim turistin, bax bu hissəsi bunun çantasıdır. Çantasındakı çəkini, yəni P çəkini, gəlin bunu istəyirsən kənardan yazaq, buradan görünmür. Bax, P çəkini, çantanın çəkisini bizə veribdir 100 Newtondan ibarətdir. Deyir ki, turistin buradakı kütləsi 80 kiloqramdır. İndi görək ki, bu qızın ağırlığı 80 kiloqramdır da. Yazıram ki, qız yazaq və yaxud da adam yazaq da. Adamın ağırlığı nə qədərdir? Ağırlıq çəkidirsə, MJ-yə görə baxacağam. M-imiz 80-dir, J-imiz də 10-dur. Onda elə də bu da 80 Newton. İndi isə buradan gəl sahəni də bir tapaq kənardan. Sahəmizi də veribdir bizə 600 metrin kvadratı. Yazaq ki, sahə bərabərdir 600 santimetrin kvadratı. Bax, belə yazıram, santimetrin kvadratı. Biz dedik ki, 1 santimetrimiz nədir? 10 üstü mənfi 2-dir. Amma santimetrin kvadratı olanda bunu alıram kvadrata və bu da eləcəkdir 10 üstü mənfi 2-yə vurulanda bu delədə 10 üstü mənfi 4. Yəni gətirirəm bu santimetr kvadratının yerinə 10 üstü mənfi 4-ümüzü yerləşdirəcəm. Onda bu olacaqdır bu cür şəkildə. 10 üstü mənfi 4. Buradan da sadələşdirsək bu 10 üstü müsbət 2 ilə 10 üstü mənfi 4 bir-birinə vurulanda olur 6 vurulsun 10 üstü mənfi 2 metrin kvadratı. Elə bunu gəl kənardan yazaq ümumi yığışam şəkildə. Sahəmiz olur 6 vurulsun 10 üstü mənfi 2 metrin kvadratından ibarət oldu. Bizdən də soruşur ki, təzyiq nəyə bərabər? Təzyiq P hərfi ilə yazılır. Bu sualdır. Ayağına təzyiq atıram ki, bax bunlar verilənlər P yazdıqlarım, bunlar çəkidir. Fizikada o qədər fiziki əməklər var ki, bəzən həmin o fiziki əməklər təkrar olaraq eyni hərflə yazılır. Amma bunlar başqa mənalardır. Bax, bu təzyiqdir, bu isə çəkidir. Çəki P MJ-dir. Təzyiq, çəkinin vahidi Newtondur, təzyiqin vahidi Paskaldır. İndi düsturumuza əsasən yazıram ki, təzyiqimiz bərabərdir. Təzyiq qüvvəsi bölünsün sahədən ibarətdir. Sənin bax, bu təzyiq qüvvənə nələr aiddir? Gəl, bunu yaşlı rəqmlə yazıram. Bax, təzyiq qüvvəsi nələr aiddir? Qızın belindəki çanta, bir də qızın özünün kütləsi. Yəni, bax, bu hissələr bizim təzyiq qüvvəmizə aiddir. İstəyirsən, gəl kənara təzyiq qüvvəmizi yazaq. Təzyiq qüvvəmiz nədir? Yəni, qızın qüvvəsini tapırıq da biz buradakı. Bax, bu qızın belindəki çantanın üzərinə gəlirəm. Yəni, P çantamız 100 Newtondur.
Bir də üzərinə qızın özünün ağırlığını gəlirəm, çəkisini gəlirəm də özünün. Bu da elədi 800 Newton və qıraqdan da yazırıq. Təzyiq qüvvəmiz olur bizim 900 Newton. Yerləşdirəm buradan. Bu 900 Newtondur. Sahəmiz də bizim 6 vurusun 10 üstü mənfi 2-dən ibarətdir. Və buradan 90-ı 6-ya böldük. Bu elədi 15. Bunun yanında bir sıfır var. Yanına sıfırımızı atıram. Sonra məxrəcimdə 10 üstü mənfi 2 var. O sürətlə yuxarı qalxanda 10 üstü müsbət 2 ilə 10 üstü müsbət 2 də 100 deməkdir. 2 dənə də 100 yatdıq bura. Oldu. Bu da 15 paskaldan, o daha doğrusu 15.000 paskaldan ibarət və bu sualımız 30-da B variantına gedir. 31-ci sualda çiyinlərində çanta olan 80 kiloqram kütləli turistin yerə göstərdiyi təzyiq 15 kilopaskal olduğunu bilərək çantanın çəkisini tapmalı. Yaxşı, indi bax, həmin şərtlər deyir. Elə demək olar ki, bir dənə qızın deyir ki, çantasının çəkisini tap. Gəlin ümumiyyətlə bunları buradan ümumiyyətlə belə silək bu hissələrimizi. Aha. İndi gəl kənardan yazaq ki, bizə bunların nə kimi vermişdi? Deməli, qızın bizdən çəksin, çantanın çəkisini soruşur. Yazıram P çəki sualdır. Sonra qızın kütləsini, yəni ağırlığını da bizə veribdir. Sən bunu F ağırlıq da yazarım, P ilə də yaza bilərəm. P adam, yəni qızın buradakı kütləsini 80 veribdirsə, onda buna mc yazanda bu da olacaqdır 800 Newton. Təzyiq qüvvəmiz nə cür tapılır? Təzyiq qüvvəmizi tapmaq üçün bax, bununla bu çəkimizi üst-üstə gələcək. Yəni, onda olacaqdır, bu da belə. Qızın özünün çəkisi 800, bir də üzərinə gələcək çantanın çəkisi. Bir çəkidə bilmirəm axı nə qədərdir. Bunu da bu cür şəkildə yerləşdirdim. Sonra biz burada nəyə tapacağıq? Təzyiqimiz bizə verilibdir 15 kilopaskaldır. Sahəmiz də yenə 600 metrin kvadratıdır. Belə təzyiqimizi yazıram, P təzyiq bunu yazıram ki, çəki ilə qarışdırmayasınız da. Bunu 15 kilopaskal 15.000 paskal deməkdir. Sahəmiz də var. 600 santimetr kvadrattırsa, bu da 6 vur 10 üstü mənfi 2 metrin kvadratıdır. Belə, bizdən də soruşur ki, sadəcə P çəkin sənin nədən ibarətdir? İndi bayaq yazdığımız düstur var idi ki, bizim. Oradan həmin düsturumuzu yazaq. Təzyiqimiz bizim necədir? Bərabər idi. Təzyiq qüvvəsi bölünsün sahədən ibarətdir. Bax, P təzyiqimiz var, bizə veribdir 15.000. Sahəmiz də var. Onda biz buradan təzyiq qüvvəsini taparıq. Təzyiq qüvvəsinin sayəsində buradan çəkimizi yerləşdirə biləcək. Gəlin buradan bunu tapaq. Təzyiq qüvvəmiz bərabərdir. Təzyiq Firusun sahədir və təzyiqimizi bizə 15.000 paskal veribdir. İstəyirsən bunu 10 üstü 3 də yaza bilərsən. Sahə isə 6 vurusun 10 üstü mənfi 2-dən ibarətdir. Deməli, 15 6-ya vuruldu. Bu elədi 90. Təzyiq qüvvəmiz bərabərdir. Bura elədi 90. 10 üstü müsbət 3-dür. 10 üstü mənfi 2-yə vuranı bu da elədi 10-luq. Onda elədi təzyiq qüvvəmiz 900 Newtondan ibarətdir. Və bizim ümumiyyətlə təzyiq qüvvəmizə nələr aiddir? Yəni bax, bu qızın qüvvəsi nələrə aiddir? Bir qızın özünün çəkisi 80 kiloqramdır. İndi güya bu qızın kilosu 80 kiloqramdır. Bir də çantasını çəksin. Ona görə yazıram ki, P qızın çəkisi yazıram. Üzərinə gəlinsin. Bir də P çantanın çəkisini. Belə ümumi qızın təzyiqi qüvvəsi 900-dür. Qızın özünün çəkisi 800 Newtondur. Çantanı da bilmirəm. Ayağına atıram çanta. Buradan da P çantamızı tapanda 900-dən 800-ü çıxanda bu da elədi 100 Newton və sualımızın cavabı burada olacaqdır C variantı. Belə, ola bilər ki, çantanın kütləsini səndən soruşsun. Tapmısan, P çantanın çəksin 100 Newton. Onda çantanın yerinə mc-ni yazarsan, bərabərdir 100. J-miz də bilir ki, bir 10-dan ibarətdir. J-nin də yerinə bir 10 yazsan, buradakı 0 ilə bu 0-ın biri ixtisar olacaq. Onda demək ki, bu qızın çantasının kütləsi 10 kiloqramdan ibarət imiş. Ağır imiş onun çantasının kütləsi. Belə, baxaq indi 32-ci sualımıza. Baxaq görə bu hansı vahidə uyğun gələcəkdir. Paskalın yerinə Newton bölünsün metrin kvadratını yazıram. Belə. Sonra burada kiloqramımız var. Məxrəcdə isə nə var? Watt vurulsun saniyə var. Gəlin birinci wattın açılışını yazaq. 1 wattın açılışı joule bölünsün saniyədən ibarətdir. Bunu belə yazın. Bir də burada bir saniyəmiz var bizim. Deməli, bu saniyə ilə bu saniyə buradan ixtisar olunur. Belə yerindəcə bunu ixtisar edək. Sonra bir joule-un açılışı demişdik necə idi? Newton vurulsun metrdir. Joule-un da yerinə yazıram ki, Newton vurulsun metr və buradan Newton ilə Newton ixtisar olunur. Qalır nə? Sürətimizdə kiloqramdır. Yerinə yazıram bunu kiloqram. Məxrəcimiz isə metr kvadrat vurulsun metrdir. Bu da elədi metrin kubu və bu ifadə olacaqdır sıxlıq
Bu da getdi 32-də A variantına. 33-cü sualımızda isə yanlış hissələrsi 33-cü sualımızda isə oğlan yuxarı istiqamətdə bərabər sürətlə hərəkət etdirilən liftin kabinəsinədir. Bu verilən bizim birinci ilk şərtimizdir. Birinci şərtimizə görə deyir ki, oğlan bərabər sürətlə hərəkət edir. İndi bunun təzyiqinə baxsam, təzyiq qüvvəmiz necədir? P-miz, daha doğrusu təzyiqimiz. Təzyiqimiz bərabərdir qüvvənin sahəyə olan nisbəti. Bu bizim ilk vəziyyətimizdir. Çünki burada bərabər sürətlə dediyinə görə artıq bizim sürətimiz burada bilməliyik ki, konstantdır, yəni sabitdir, dəyişmir. Təcil də sıfıra ibarətdir. Ona görə bizim buradakı F qüvvəmiz var. Elə sadəcə biz buna mc şəklində yazacağıq. Mc bölünsün S. Daha burada təcilimiz sıfır olduğu üçün bunun nə mc plus A-sı, nə mc minus A-sı var. Birinci vəziyyətimizdəki təzyiqimizi bu şəkildə saxlayırıq. İndi isə keçidirəm digər ikinci şərtə. Digər şərtimiz isə bizə deyir ki, lift bərabər yerləşən hərəkətə başlayandan sonra hansı ifadələr doğru olacaqdır? Hərəkət ümumiyyətlə yuxarıya doğru gedir. Bax, bu oğlan liftlə üzü yuxarıya doğru gedir. Hərəkətimizin isə adı bərabər yerləşən hərəkətdir. Biz bilməliyik ki, bərabər yerləşən hərəkətimizdə sürət ilə təcil həmişə eyni işarə, eyni istiqamətdir. Sürət üzü yuxarıya doğru gedirsə, təcil də üzü yuxarıya doğru gedəcəkdir. Ümumiyyətlə, çəkimiz o zaman nə olur? Daha təcil yuxarı getdiyinə görə mc plus A olacaqdır. Sən heç vaxt sürətin istiqamətinə görə bunun mc plus A-sını, mc minus A-sını yazma. Sənin baxacağın göz həmişə təcil tərəfdən olacaqdır. İndi yazıram, ikinci vəziyyətimizə görə təzyiqimiz nə olacaq? Təzyiqin düsturu F bölünsün S deyil. Artıq bizim buradakı qüvvəmizi nəş kim yazacaq? Ben bu qüvvəmizi də. Deməli, mc daha yazmayacağım buna mən. Təcil yuxarı getdiyinə görə mc plus A şəklini yazacağam. Mənə bu F-in yerinə yazıram ki, mc plus A şəklində bölünsün S-dən ibarətdir. Deməli, ilk öncə bizim birinci təzyiqimiz mc bölünsün S idi. Sonra ikinci şərtimizə görə yerləşən hərəkət olduğuna görə mc plus A bölünsün S oldu. Əvvəlcə bizim təzyiq mc böl S, indi isə mc plusdur. İndi özün fikirləşdir, şu plus olubdur, artım olubdur. Deməli, bizim buradakı təzyiq qüvvəmiz, təzyiqimiz daha doğrusu artmış oldu. Oğlanın yana dayağı göstərdiyi təzyiq artacaqdır. Deməli, digər artıb dəyişməz azalanlarda yanlış olacaqdır. Sonraki şərtdə ağırlıq qüvvəsidir. Ağırlıq qüvvə dəyişməz. Bu oğlanın ümumiyyətlə durduq yerdə liftdə adam girib çıxanda bir adamın birdən-birə kütləsi artıb azala bilərmi? Yox. Oğlanın kütləsi nədirsə, elə həmin kütlədə olduğu şəkildə qalacaq. Nə bilim, oğlanın kütləsi deyək ki, 60-dırsa, elə onun ağırlıq qüvvəsi 600 Newton qalacaqdır. Sadəcə lift yuxarı qalxıb düşəndə orada çəki dəyişə bilir. Amma oğlan öz ağırlıq qüvvəsi necədirsə, o cür şəkildə qalır. Deməli, cavab 1 və 4-dən ibarət olur. 34-cü suala baxaq. 34-cü sual elə bu suallardan ibarətdir. 34-ü də yazmaq istəyən 33-cü suala baxa bilər. Burada yenə deyir ki, aşağı bərabər sürətlə hərəkət edilir. Deməli, bizim ilk birinci versiyamız hərəkət istiqamətimiz aşağıdır. Təzyiqimizi yazıram yenə buradan. F bölünsün S-dir. Yenə də dediyim kimi, burada bizim hərəkət bərabər sürətli olduğu üçün V konstant olur, təcil də 0 olur. Ona görə də bizim bu F qüvvəmizin yerinə elə mən sadəcə mc yazıram. Yəni bu durur belə. İkinci şərtimizə əsasən isə bu necə deyir? Lift bərabər yavaşın hərəkət edir. İndi bayaq oğlan şəkli o tərəfdə qaldı. Deməli, liftin içində adam var. Belə çəkək, bu adamımızdır belə. Don gözləridir. Deməli, hərəkətimiz hara doğrudur? Aşağı istiqamət. Bu sənin sürətin istiqamətidir. İstiqamət sürəti bildirir. Yəni sürətimiz aşağıya doğrudur. Hərəkətimiz isə bərabər yavaşın hərəkətdir. Bərabər yavaşan hərəkətdə dedik ki, sürətimiz ilə təcilimiz həmişə əks işarə, əks istiqamətdir. Deməli, onda təcil yuxarıya doğru gedir. Təcilin də yuxarıya doğru olmağı, onda təzyiqimizi yazıram. Bu birinci şəkil idi, bu ikinci şəkil. Düstur F bölünsün S-dən ibarətdir. Daha mən buradakı F-in yerinə mc-mizi yazmayacağam, mc şəklində yazmıram. Daha təcil yuxarıya doğru getdiyi üçün mc plus A şəklində yazacağam. Yenə nə görə? İlk vəziyyətimizdə təzyiqimiz mc bölü S idi. Sonraki vəziyyətimizdə bu mc plus A bölüsün S oldu. S-lər eynidir. Bu yandan yanaşma, eyni hissəyə baxma da. mc-dən gəldiyi yolda mc plus A. Deməli, bunun sürət hissəsi artdı. Yəni, təzyiqi artmış oldu. Oğlanın dayağa göstərdiyi təzyiq artır. Bayaqlarımda qeyd etmişdim. 33-cü sualda ağırlıq qüvvə dəyişməz. Yəni, oğlanın durduq yerə necə ola bilər ki, lift ağırlığı dəyişsin, dəyişməz. Cavab 1 və 4-dən ibarət oldu. Ümid edirəm izahlarım sizə aydındır. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun, Allah'a emanet olun.